Kredit sistemi ilə tədrisin təşkili qaydaları. Sual 2. Prerekvizit fənn üzrə akademik borc olduğu halda tələbə əlavə ödəniş etməlidirmi? Bu sualın cavabı üçün nümunəyə baxaq. Təsəvvür edək ki, tələbə prerekvizit fənn olan riyazi analiz 1 fənnindən birinci tədrisində, birinci semestrində kəsilmişdir. Bu fənn prerekvizit olduğu üçün tələbə riyazi analiz 2, riyazi analiz 3 və riyazi analiz 4 fənlərinə də buraxılmır. Və tələbənin birinci tədris ilinin ikinci semestrində və növbəti ilin hər bir semestrində kredit yükü yenidən hesablanır. Yəni, tələbə riyazi analiz 2, 3 və 4 fənlərinə buraxılmadığı üçün onun müvafiq semestrlərdəki kredit yükü də azaldılır. Bu akademik borcun ödənilməsi üçün tələbənin seçimlərinə baxaq. Tələbə riyazi analiz 1 fənnini ikinci tədrisinin birinci semestrində aşağıdan götürür. Və riyazi analiz 2, riyazi analiz 3 və riyazi analiz 4 fənlərdən müvafiq qayda növbəti semestrlərə sürüşdürülür. İkinci tədris ilinin birinci semestrində tələbənin yenidən ümumi kreditlərinin sayı 26-ya bərabər olur və bu 30 kreditdən az olduğu üçün tələbə heç bir ödəniş etmir. Eyni qaydada ikinci tədris ilinin ikinci semestrində də tələbə heç bir ödəniş etmir. Və tələbə üçüncü tədris ilinin birinci semestrində və ikinci semestrində tələbənin kreditlərinin sayı 33 və 35-ə çatır. Bu halda tələbənin hansı seçimləri var? Məhz bu semestrdə kreditlərinin sayını azaltmaq üçün tələbə üçüncü tədris ilinin birinci semestrinə aid və ya ikinci semestrinə aid hər hansı bir fənni yay semestrində götürə bilər və bunun üçün əlavə ödəniş etməlidir. Əlavə ödəniş etmək istəmədiyi halda tələbə bu semestrlərə aid prerekvizit olmayan fənləri digər semestrlərə sürüşdürə bilər. Və bu halda bu semestrlərdəki kreditlərin ümumi sayı 30-dan aşağı düşdüyü halda tələbə heç bir ödəniş etmir. Və ya əgər tələbə əlavə yenə ödəniş etmək istəyirsə, bu semestrdə 30-dan yuxarı olan kreditlərə görə əlavə ödəniş etməklə bu semestrdə 30-dan yuxarı olan kreditlərini qazana bilər. Yəni, bu nümunədə tələbə əlavə olaraq birinci semestrdə 3 kredit üçün, ikinci semestrdə isə 5 kredit üçün ödəmə etməlidir. Diqqətinizə görə təşəkkür edirik.